Axşamınız xeyir olsun, dəyərli izləyicilər. Çınar TV-nin efirindən hər kəs salamlayıram. Biz yenə iş başında, yardımlarımız davam edir. Dəyərli qardaşların dəstəyi ilə, köməyi ilə. Dəyərli izləyicilər, harasa bir 4 gün bundan qabaq bu ailəyə biz gəlmişdik. Deməli, hicablı bacıdır, 4 dənə uşağı var. Yoldaşı da rəhmətə gedibdi, Allah rəhmət eləsin. Yəni, çox çətin durumda yaşayır. O bina da çox qəzalı durumdakı binadır. Peşə məktəbinin ərazisinə yaxın olan yerdir. Şəmkir rayonunda yerləşir. Və dəyərli izləyicilər, Kərəm qardaşın öz fikirləri var, bu Kərəm. Yəni bildiyiniz kimi bu binanı yəqin ki tanıyırsınız da, görəndə biləcəksiniz ki, yəni bu bina həqiqətən də qəzalı vəziyyətdədir. Yəni içində yaşayanlar da həqiqətən ehtiyacı olan ailədir. Biz də onlara bu günləri produkt gəlmişik. 6-cı ailədir. 5 ailəni vermişik, indi 6-cı ailəni aparıb verməyə. Ha, bu Kərəm götürdün. Dəyərli izləyicilər, bizi Facebookda, Instagramda, YouTube'da və TikTok'da baxa bilərsiniz. Öz fikirlərinizi qeyd edin. Həmişə kimi 2 ilə yaxın yardım işimiz davam edir, layihəmiz davam edir. Və sizdən çox xahiş edirəm ki, yeni baxanlara bizim kanala abunə olun, bəyənin, paylaşın. Və bugünlük bu qədər. Vaxtımız az olduğuna görə saat 9-a qalıbdır. Şimdi yekunlaşdırıb bu ailəyə yardımı çatdırıb Yardımımızı verməyə. Hələlik, sağ olun. Bu izləmədə qal.